Bərdədə maskalı şəxslər evə basqın edib xeyli miqdarda pul və qızıl zinət əşyaları aparıblar. Hadisə ötən gecə saat 4 radələrində rayonun Soğanverdilər kəndində baş verib. Vəkil Bayramovun evinə girən soyğunçular əvvəlcə evdə axtarış ediblər, ancaq istədiklərini tapa bilməyiblər. Bu zaman səs-küyə ev sahibinin 1 yaşlı nəvəsi oyanıb və ağlamağa başlayıb. Bundan şübhələnən vəkil Bayramov isə dərhal yataqdan qalxıb və həyat yoldaşlarının əl-qolunun bağlı olduğunu görüb. Gecə o bir evdə uşağın səsi gəldi. Durdum ki, gedəm ki, niyə qoymam uşağı ağlasın. Qapıdan içəri girəndə gördüm ki, maskalı bir adam. Vurdular, məni baxdım 3 nəfərdir. Yıxıldım, sonra əlim ayağımı bağladılar, yoldaşımın əlini ayağımı bağladılar. Başladılar evi gəzməyə. Pul dedi, dedim, pencəyin cibindədir, get. Qızıl dedim, qızılın yeri mən bilmirəm, gəlin həkimə gedir, o bilir. Sonra axtardılar, evi dağıttılar, tapıb götürüb gelirlər. Sonra ayağa dura bilmədim, başım ciyərləndi. Ev sahiblərinin köməyinə isə qonşular gəlib, elə polisə də qonşular xəbər verib. Hazırda Bərdə rayon polis şöbəsində istintaq axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, 3 nəfər maskalı şəxslərdən biri artıq hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. İstintaq davam etdirilir. Kübra Bayramova, Şamxal Cəliloğlu, Səs TV, Bərdə.